Tətil günlərindən sonra işə qayıtmaq o qədər də asan olmur. Bəzilərimiz yaxşıca istirahət edirik, bəzilərimiz xəstələnirik, bəzilərimiz də ki, yeyib yatmaqdan artıq çəki ilə geri dönürük. Yeni ilin, yeni iş həftəsinin ilk günündən pəhrizə başlayırıq. Bircə yenidən işə də belə rahat başlaya bilsəydik. Bayram tətilindən sonraki ən aktual mövzulardan biri də insanların işə adaptasiya olmasıdır. Bəziləri işə rahatlıqla gedərkən, bəziləri bunda çətinlik çəkirlər. Bir həftə sənə tətil verilir, ondan sonra gəlirsən iş mühitinə düşməlisən, məcbursan ki, bura adaptasiya olasan. Şəxslər nəzərə almalıdırlar ki, tətildən sonra ilk iş günü performans yox, adaptasiya və orientasiya dönəmidir və buna görə də yüksək hədəflər qoymağa ehtiyac yoxdur. Yanacağın bahalaşması isə bu həftə sürücüləri təşvişə saldı. Əksəriyyət üz tutdu iki təkərli nəqliyyat vasitələrinə. Moto təlimlərə başlayanlar da oldu, velosiped sürməyi öyrənənlər də. Əslində tıxaclara düşməmək, ekologiyaya zərər verməmək və sağlam həyat tərzi üçün ən ideal seçim də elə budur. İşıqforların tələbini pozmamaq şərti ilə. Bakıda velosiped və kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlərin təhlükəsizliyinin artırılması məqsədindən svetoforlarda bu cür velosiped bölmələri quraşdırılıb. Əsas məqsəd də mikromobilliyin inkişaf etdirilməsidir. Bu vasitələrin tətbiqi ilə yanaşı həm də nəzarət mexanizmi olmalıdır. Ya postpatrul xidməti, ya yol patrul xidməti mütləq o tələbləri pozan, yəni svetoforun qırmızı işığında hərəkət edən skuter, velosiped sürənləri saxlamalıdır, cərimələməlidir, lazım gəlsə təbliğat aparmalıdır, söhbət almalıdır ki, onlar bunun məsuliyyətini dərk etsinlər. Amma hava şəraitini də nəzərə almaq lazımdır. Qışda bu nəqliyyat vasitələrini idarə etmək həm də soyuqlamaq deməkdir axı. Onsuz da soyuq aylarda immunitet zəifləyir və infeksion xəstəliklər sürətlə yayılır. Hətta uşaqlar arasında pnevmoniyanın yayılması hallarına da rast gəlinir. Ən son yayılan virus uşaqlardan da yan keçmədi. Xəstəliyin əlamətləri qriplə eyni olsa da, bu xəstəliyin pnevmoniya olduğunu iddia edənlər də var. Əksərində deməz olmasa da, bir çoxlarında pnevmoniya və bronxit, bronxopnevmoniya olur. Bu virus infeksiyalarında ümumiyyətlə antibiotik təyin olunmamalıdır. Hər xəstələnəndə uşağı rengenoloji müayinə etmək olmaz. Əlamətlərini hiss edən kimi dərhal həkimə müraciət etmək lazımdır. Bəzi xəstəlikləri isə iynə dərmansız da müalicə etmək mümkündür. Məsələn, bitkilər və otlarla. Payız və qış mövsümündə istər uşaqlar, istərsə də böyüklər viruslardan və boğaz ağrılarından əziyyət çəkirlər. Mütəxəssislər isə bunun üçün ən gözəl effektin evkalip təbii bitkisinin olduğunu deyirlər. Evkaliplə qarqara etmək həm boğazda qıcıqlanmanı aradan qaldırır, həm də virusları tamamilə yox edir. Yanımda iki bitki var. İtburnu, meyvələrdir, bir də echinacea bitkisidir. Bu iki bitkini birlikdə dəmləyib içəndə çox gözəl immun sistemlərini qaldırmış olarlar. Filmlərimizdə də var türkə çarələr. İtburnu çiçəyə də qızdırmanın qənibidir. Bıçaq, pendir kəsən kimi kəsir. Filmlər demişkən, heç bilirsiniz ekran əsərlərinin səsləndirilməsi prosesi necə aparılır? Səsləndirən mən idim, amma bu işin peşəkarları var. Hazırda elə məhz həmin yerdəyik. Bu işin sirlərini elə işin peşəkarından öyrənməyə gəlmişik. ...1984-cü ildən mən bu peşənin sahibiyəm. Bu peşənin məktəbi yoxdur, universiteti yoxdur, kolleci yoxdur. Bu peşəni gərək aktyor özü həvəslə, sevib həvəslə işləsin. Diqqətli olmaq, ritmi bilmək, bir də biraz hövsələli olmaq lazım. 2026-cı ilin ilk həftəsi yeni bir rubrikada təqdim etdik. Teleqonağı deyirəm. Rubrikamızın ilk qonağı Aybəniz Haşimova oldu. Növbəti həftə qonaq kim olacaq? Telesəhəri izləyin ki, biləsiniz.